Müasir dərsdə müəllim niyə bilik ötürücüsü deyil, bələdçi olmalıdır? Bir daha salam, sualını dinlədim. İndi isə mən bu sualı cavablayım. Bilməliyik ki, müasir təhsil şagird yönümlüdür. Bilik istənilən yerdə mövcuddur və əlçatandır. Müəllimin də bu prosesdə əsas vəzifəsi şagirdə informasiyanı hazır şəkildə deyil, o biliyi əldə etmək üçün gedən yolu işıqlandırmaqdır, onda tədqiqatçılıq və tənqid təfəkkürü formalaşdırmaqdır. Və bu prosesdə müəllim sadəcə şagirdi üçün bir skafoldinqlik edir, fasilitatorluq edir ki, şagird də biliyi özü kəşf edə bilsin. Növbəti bir sualım budur ki, şagirdin oxuduğu mətni öz sözləri ilə danışması və ya ona nümunə çəkməsi Bloom'un hansı mərhələsidir və niyə? Gəlin bu sualı da cavablandırım. Bu anlamaq mərhələsidir. Şagird informasiyanı olduğu kimi yadda saxlamamalıdır. Onu dərk etməlidir. Öz süzgəcindən keçirərək fikrini ifadə etməlidir. Əgər şagird qaydanı dərk etməsə, ona orijinal nümunə çəkə bilməz. Deməli, şagird anlama mərhələsində informasiyanı interpretasiya etməli və ona aid nümunələr çəkməlidir. Bu anlama mərhələsinin ən əsas göstəricilərindən sayılır. İbtidai sinif müəllimi dərsi keçərkən niyə mütləq əyani vəsaitlərdən və ya toxuna biləcəyi materiallardan istifadə etməlidir? Əslində maraqlı sualdır və ibtidai sinif müəllimlərinin bir məsuliyyət düşür. Bir şeyi unutmayaq, Jean Piaget'in nəzəriyyəsinə görə 7-11 yaş aralığındakı olan uşaqlar konkret əməli mərhələdə olurlar. Bu da o deməkdir ki, onlar həm abstrakt anlayışları, mürəkkəb riyazi düsturları anlamaqda çətinlik çəkirlər. Onlar hər şeyi toxunaraq, görərək və təcrübədən keçirərək daha yaxşı mənimsəyirlər. Formativ qiymətləndirmədə effektiv rəy dedikdə nə başa düşülür? Yaxşı, bu sualı da cavablandıraram. Əslində bilməliyik ki, effektiv rəy emosiyalar yönəlik olmamalıdır. Məsəl üçün, afərin, sən ağıl dəryasısan, sənin tayın bərabərin yoxdur kimi sözlərdən qaçmaq lazımdır. Deməliyik ki, effektiv rəy şagirdə istiqamət verməlidir. Həm vaxtında verilməlidir, spesifik olmalıdır və xüsusən altından xətt çəkirəm, şagirdə yol göstərməlidir. Yəni, şagird bilməlidir hardadır, hara getməlidir və aradakı boşluğu necə doldura biləcəyini həmin o rəydən almalıdır. Qoymazsan oxuyum. Ver sualını. Yaxşı. Deməli, sual belədir. Sinifdə müxtəlif öyrənmə tərzinə malik şagirdlər varsa, müəllim dərsi necə qurmalıdır? Deməli, bu suala əsasən onu deyə bilərəm ki, müəllim bu zaman diferensial təlimdən istifadə etməlidir. Müəllim prosesi elə planlaşdırmalıdır ki, videoya baxan vizual, eşidərək öyrənən audial, toxunaraq, hərəkət edərək kinestetik şagirdlər üçün fəaliyyətlər olsun. Bu, hər bir şagirdin potensialına uyğun bir öyrənmə mühiti yaratmaq deməkdir. Hələ ki bu qədər. İnşallah növbəti səfərlərdə daha maraqlı suallarla sizin qarşınızda olacağam. Hələlik.